Uşaqlar, bugün 34-cü sualın həllinə baxaq. Gəlin ilk öncə şərtlə tanış olaq. Deyir ki, müəyyən qüvvənin təsiri ilə kütləsi M olan tərpənməz bloka bərabər sürətlə qaldırılır. Həmin qüvvəni tətbiq etməklə tərpənən blok vasitəsilə hansı kütlə cismi bərabər sürətlə qaldırmaq olar? Tərpənən blokun kütləsi və blokdakı sürtünmə nəzərə alınmır. Deməli, ilk öncə biz bir tərpənməz blok çəkəcəyik. Və tərpənməz blokda bir M kütləli cisimdir. Yuxarıya doğru, M kütləli cisimdir. Yuxarıya doğru hərəkət edir və bərabər sürətlə hərəkət edir. V-si konstdur. Bunu aşağıya doğru dartan nə var? Bunu aşağıya doğru dartan bir M kütləli cismin ağırlıq qüvvəsi var. İndi deyir, həmin cismi biz tərpənən blok vasitəsilə çəksək, o zaman qrafikimiz belə olacaq. Bu mərkəzdən aşağıya doğru müəyyən bir M kütləli, bunu böyük M-lə qeyd edirəm. Böyük M kütləli bir yükdür və F qüvvəsi ilə yuxarıya doğru qalxılır. İndi mən bu tətbiq olunan qüvvəni təyin etmək üçün biz bilirik ki, qüvvə nəyə bərabərdir? Yükün kütləsinin, yəni mg-nin yarısına bərabər olmuş olacaq. Biz şərtin əvvəldə qeyd eləmişdik ki, F həmçinin nəyə bərabər olmuş olur? Mg-yə bərabər olmuş olur. Onda bu ifadəni bərabərləşdirsək, buradan J-lər ixtisara gedəcək. Qalacaq böyük M, yəni yükün kütləsi bərabərdir. 2M şəklində yazılır. Yəni, qüvvədə 2 dəfə qazanc əldə etmək üçün biz kütləni, yükün kütləsini 2M-ə bərabər etmiş oluruq. Doğru cavab D variantı.